Qardaş yazıb ki, 2005-ci il 4-8 mayor. Mayor. Hə, də yəni yazmaq istəyir motor. Hə, qaqam, götürə bilərsən rahat şəkildə. Necə deyim də, maşınının belə deyək ki, vəziyyətindən asılıdır da. Biz sənin maşını almırıq ki, yəni maşının qalır özündə. Özün sürürsən, götürdüyün pulu da, yəni maşını sürə-sürə o pulu da ödəyirsən. Sənin maşının bizdə qalmır, yəni biz səndən götürmürük. Maşın qalır özündə, götürdüyün pul da xırda-xırda ödəyirsən. Yenə də deyirəm, maşının vəziyyətindən asılıdır. Onu da ətraflı öyrənmək üçün profildə nömrə var. Oraya əlaqə saxlayırsan, maşınlarının şəklini yönəldirsən, baxıb qiymətləndirib deyirlər. Pulu da çox rahat şəkildə götürürsən. Heç yarım saat deyək ki, çəkmir. Maşının nömrəsi dəyişmir. Banca gecikmən var, biz ona adiyyəti olmur. Müddət də deyim də sənə, bir 24 aya, 30 aya qədər bölünür, götürübdüyün pulu da bölündüyü aylıqlarla xırda-xırda ödəyirsən. Yenə deyirəm, əziz qardaşım, qısa konkret profildəki nömrə ilə əlaqə saxlayırsan, oradan bütün məlumatlar verilir. Yəni, neçə aylıqdır, aylığın nə qədər düşəcək, odur. Yəni, belə olur. İstəsəniz, yenə də deyirəm, profildəki nömrə ilə əlaqə saxlayın, bir dəqiqə ətraflı məlumatlar verilsin sizə. Sağ olun.